Gecə saat səhər 4. Bugün ayın 13-ü, 13 fevral. Və biz yollanırıq Türkiyənin Kars şəhərinə, mənim solo konsertimə, sevgililər gününə özəl 14 fevral Kars şəhərində solo konsertim olacaq. Yollanırıq Karsa. Hava limanından sizə çəkilişlər edəcəm. Yolumuz 1-ci Naxçıvana, oradan da Karsa. Görüşərik. Biz gedirik hara? Naxçıvana. Ya sonra da Karsa. YouTube kanalına vlog çəkirəm. Fəqan, Etibar, Elxan. Elxanı onsuz da hamı tanıyır YouTube'da. Kənan, orada o birisi. Hacəttin, Xəyyam, Combul Murad, Arıq Murad. Bir də Arıq Alma. Afa. Makeyop ustası. Dünya şöhrətli. Və bu gördüyünüz musiqiçi heyəti ilə biz yollanırıq Naxçıvandan Quru sərhəddi ilə Kars şəhərinə. Merhaba deyin də. Merhaba. Vlogdur, vlog. Merhaba. İbrahim Tatlıses Karslıdır. Yox. Lənkəran. Urfalı. Urfalıyam əzəldən. Beləliklə biz bu heyətlə Naxçıvan hava limanından yollanırıq Kars şəhərinə. Təxmini 300-350 kilometr arası quru yolumuz var. Karsda hava limanı bağlı olduğuna görə biz quru sərhədi ilə getməli olduq. Bakıdan Naxçıvana, Naxçıvandan isə Bakıdan Naxçıvana təyyarə ilə, Naxçıvandan Kars şəhərinə isə avtomobillə yola düşdük. Gəldik, çıxdıq Kars şəhərinə. Daha doğrusu hələ şəhərə daxil olmamışıq. Yəni Karsa gedən yoldur. Baxın, ətraf hamısı belə qardır ta şəhərin mərkəzinə qədər. Şəhərin mərkəzində də qar var, amma yollar qardan təmizlənmişdi. Avtomobildən düşdük. Burada güya romantik video çəkmək istəyirik. Güya ki üstünə mahnı qoşub maraqlı bir video alındıracaqdıq. Amma nəsə uğursuzluqla nəticələnir. Və gəldik, çatdıq Karsa. Bütün musiqiçi heyəti. Və bu dəfə atam Vüqar Əhməd də bu səfərə bizimlə birlikdə yollandı. Tədbirin özəl qonağı olacaq. O da sabah konsertdə bizimlə birlikdə olacaq. Axşam oturasın, orada kitab oxuyasan. Gəlib otelə yerləşdik. Bu otağın bir otağıdır. Bu isə ikinci otağından çölə baxan mənzərədir. Belə bir möhtəşəm qar yağırdı. Əşyalarımızı yerləşdirdikdən sonra yeməyə yollanırıq. Şəhərin də mərkəzində belə konsertimizin afişaları vurulub. Burada çox gözəl bir Azərbaycan yeməkləri verən, hazırlayan restoran var. Biz gəldik, çıxdıq bura. Xanım Eli restoranı. Bu restoranı Dilək xanımla onun həyat yoldaşı Çətin bəy birlikdə işlədirlər. Onlar çox qonaqpərvərdilər, çox səmimi idilər, bizə çox isti münasibət göstərdilər və bugün də sırf bizə özəl Azərbaycan mətbəxinə məxsus yeməklər hazırlamışdı Dilək xanım. Əllərinə sağlıq. Dilək xanım, əllərinizə sağlıq. Çox sağ olun. Afiyet olsun. Şərəf verdiniz. Çiftəbozbaş Karsda.
İçinde siz de bilirsiniz Azerbaycan'a gelenler çok anlatmaya gelir. İçinde alça var. Bəli, alça turşusu. Alça kime? Ver onu mən kəsim və tort kimi az günümdə küftə Az kəsim. günündə onun doğum günü küftə kəsəcək doğum günündə. Doğum günü. Bəli, bəli. Ay sağlıkla. Yubileydir, yubileyi. Qismətə bax, yubileyimi burada eləyirlər. Gözəldir də. Bu məqamda da Murad dostumuz öz zarafatlarından qalmır. Yeni Atiqin mecnunu geldi. Atom bombası, atom bombası. Burada deyirik ki Ruslar bu şehri kurup ama çok onların yemeği bize karışmayıp. Onlar Hristiyan, biz Müslüman çok karışmıyor. Nə gözəl ki, qarışmır. Evlilik yapanlardan 2 yemeği, bir borç çorbası ki yapmırıq zaten. Bizim şeyden. Bunu Əllərinizə sağlıq. kuş olsun. Şimdi hangele geçmeden bu bir ara sıcak soyayla. Mənə də seviyə. Hangel, yeyin yangel. Xəncəldən sonra yuxu gəlir axı. Sarı yürü. Yatıktan ötürü diyesen. Yemeyecek bunlar kalktılar. Siqaraya. Ha, soğuyacak. Əllərinizə sağlıq. Çocuklar çatal eksik. Karsda xəncəl belə servis edilir, əziz dostlar. Dilək xanımın təqdimatında. Çətin bəy. Buyur. Siz də istəyirəm bir konuşasınız, ürək sözlərinizi deyəsiniz. Tabii ki. Bizim izləyicilərimizə. Öncelikle senin gibi güzel hanımefendi gel ama direkt. Azerbaycan'ın bal sesli Çok sanatçısı sağ olun. Alma Hanım. Hoş geldin karşımıza. Hoş günlerinize Seni burada gelin. görmek ne kadar güzel. Yarın inşallah güzel programınızda İnşallah. Karslılarla beraber mutluluğu hep beraber paylaşacağız. Çox sağ olun. Buranı çox gözəl bir yaratmısınız belə deyək. Sen bir gün buralara gelesin. Qismət. Sizi burada görmek beni çok şereflendirdi. Çox sağ olun, Çok var olun. gururlandırdı. Əllərinizə sağlıq. Çox sağ Yeməkləriniz çox ləzzətli. Özünüz də çox istiqamlısınız. Sağ olun. Var olun. Sağ olun. Çek. Bir sözle diyeyim onu lütfen Buyurun. kaydedin. Hangi şairimizin sözüdür bilmirəm ama deyir ki Aladağ, Qaradağ seçdi ayır Dağları basılmaz ordum sanmışam Bəh, bəh, bəh. Harda bircə kəlmə sözüm yaşayır Oranı halalca yurdum sanmışam Türkiye'deki balaca Azerbaycan'a hoş geldin. Çox gözəl. Çox sağ olun. Var olun. Sağ olun. Sağ olun. Çok sağ olun. Ömer. Şeref verdiniz. Keyif aldık size. Sosyal oraya aldın mı? Yeməkdən sonra Karsın mərkəzi küçələrini gəzirik. Çox kiçik və şirin şəhərdir. Karsda, Iğdırda, Ərzurumda, Ardahan'da bu ərazilərdə yaşayan türklər əsasən də Kars Iğdırda demək olar ki, Azərbaycan dialekti ilə, Azərbaycan şivəsi ilə eyni danışırlar. Ləhcələri bizə çox bənzəyir. Yəni əsilləri Azərbaycanlıdır. Kars öz pendiri və balı ilə məşhurdur. Onların dünyaca məşhur qravyar pendiri var. Hansı ki, bu pendirin hazırlanmasında çox süd istifadə olunur. Və mən dadına baxdım, həqiqətən də çox ləzzətli pendirdir. Buranın həm qravyar pendiri, həm də kaşar pendiri çox ləzzətlidir. Bu küçə demək olar ki, başdan sona qədər pendir və bal dükanları idi. Karsın mərkəzi küçələrindən biridir. Karsa gələn turistlər əsasən buradan pendir və bal almadan geri dönmürlər. Burada belə balacalar üçün balaca küklər var idi. Papaqlar, biz də 2 ədəd aldıq. Getmədim. Burada Karsın tam göbəyi. Tam mərkəzi. Orada məşhur Kars qalası. Problem yoxdur. Kars Kulesi. Bloklarımız deməli bu gördüyünüz qala buranın Karsın qalasıdır. Bu barmaqla göstərdiyim yer. Bir yerdə qalıb şəkil çəkdirər. Elxan, Zəddin, Xəyyam Quliyev, Zəddin Tahirov, Kənan, Qarmonda Kənandır.
Makayuk. Hanım uşaqlar. Qala çox gözəl. Qala bir görünür. dənə qalanım. Biz şeydə tanış olduq Ankara'da. Adları nədir? Ali ile Durdan. Ali ilə Durdan. Durdan. Ali Bucuk usta. Bak, Kars'ın bunun her zaman- dəlləri olublar. Bunun her zaman kanaryası varmış. Nəyi varmış? Kanarya. Bak Hə, şu, quşu vardı. bunun da kedisi varmış. Kedi ama kırmışlar diye içeriye koymuşlar kediyi. Aa, kedini qırıblar. Bunlar necər ünləniblər burada? Belediye burada yazılır tarihi. Yok o otelin tarihi. O bu otelin tarixidir. Bunlar şey. 1924-cü ilin Eskiden oteli. herkesin evine girip çıkıyorlarmış. Aa, Yani temiz delilermiş. Ondan sonra Ha. öldükten sonra öyle olmuş. ünlənmişlər də. Ünlenmiştir. Gəldik növbəti yerə. Gastro Kars. Gastro Kars restoranını da çox bəyəndik. Aykut abi burada bizi çox gözəl qarşıladı. Səhər-səhər oyandıq. Biraz ortalıq dağınıqdı, amma gəlin sizə möhtəşəm qarı görsədim. Baxın. Görün necə qar yağır. Gedirik səhər yeməyi yeməyə. Sonra görək nələr olur. Murat, vlog. Bu gece yum gözlerimi hayalına gelin gedin darıxıram hiç olmasa bir üzünü görün gedin alacağım bu candasa onu sana verim gedin sen rahat öz ömrünü sür ben de rahat ölüm gedin. Biz başa düşmürük, qovuşur xəyallarımız. Nəyi ki deyə bilməsək ruhumu. Konsertdən sonra. Beləliklə bir vloqun da sonuna gəldik. Əgər vloqumuzu bəyəndinizsə, kanala abunə olub, şərh yazıb, like etməyi unutmayın. Sağ olun, gələn görüşlərədək.